ki, son zamanlar biz pis xəbərlərin şahidi oluruq. Niyə biz özümüzü öldürürük? Çünki uşaq o mənəm. Mən atam üçün oyam. Bu belə olmalıdır. Əgər sən bunu dünyaya gətirmisənsə, bunu qaldır da. Bunu niyə bağlayırsan? Bizim böyük ağsaqqalımız olan Hacı Zeynalabdin Tağıyev bu məsələni elə belə qaldırmadı. O axıra qədər getdi və bu məktəbi yaratdı xanımlar üçün. Bunu Azərbaycanlı eləyibdi. Bunu imkanlı və millətinin gələcəyini düşünən Azərbaycanlı kişi eləyibdi. Ən azından o yenə deyirəm, bilməyən adamlar o kişidən nümunə götürsün. O kişi ümumiyyətlə hər bir kişinin idealı olmalıdır. Sadəcə olaraq onun haqqında çoxlu oxumaq, onun ev muzeyinə getmək, onun haqqında filmlərə baxmaq lazımdır ki, necə adam olubdur. Axı, bu məktəbi əgər yaradıbsınız, bunu xanımlar üçün, qadınlar üçün edib. Bir şey də demək istəyirəm, çox vacib məsələdir. Biz hamımız Allahın bəndəsiyik. Mən özümü küçədə gəzən darışqadan, parkda bitən ağacdan fərqləndirmirəm. Biz hamımız necə ki, maşın, yol hərəkəti qaydalarının iştirakçısıdır. Biz də bu dünyanın iştirakçısıyıq. İstənilən zaman qarışqanın da üstündə kimsə ayağını bastalayır, istənilən zaman kimsə başına kərpiçin düşür, üstündən də maşın keçirir. Düzdürmü? Amma kimsə, o kişi əgər ailə başçısıdırsa və ailəsini saxlayan yeganə adamdırsa, burada başlayır bəlalar. Burada işləməyən onun həyat yoldaşı, işləməyən qızı və s. və ilax. Düzdürmü? Oğlu varsa, onu necəsə borcu olub davam eləyəcəkdir, ailəsini saxlayacaqdır. Bəs xanım neynəsin? Sən ona nə savad verdin, nə iş verdin, nə bir biznes onun üçün fikirləşdin və s. Buradan üst tuturam hamıya ki, bu məsələ çox vacibdir. Sabah sənin başına iş gələndə qazanc mənbəyi olması üçün sənin ailə qadın üzvlərinin ən azından çörək alıb özünü yeməklə saxlamağa pulu olmalıdır. Demirəm milyonla biznes falan saxla, amma bir iş yiyəsi olsun. Bu da təhsildən və s.